İki eyni kütləli kristal maddənin temperaturunun onlara verilən istilik miqdarından asılılıq qrafikləri təsvir olunmuşdur. Kristal maddələrin xüsusi istilik tutumları və xüsusi ərimə istilikləri arasında hansı münasibət doğrudur? Daha aydın başa düşmək üçün qrafikin üzərinə rəqəmlər əlavə eləmişəm. Birinci olaraq xüsusi ərimə istiliyini müəyyən eləyək. Q bərabər lambda vur m düsturundan, ərimə istiliyi üçün düsturdan xüsusi ərimə istiliyini tapdığımızda lambda olacaq Q bölünsün m. Məsələdə eyni kütləli şərti qoyulub. Deməli, kütlə sabit olduğunda lambda və Q bir-biri ilə düz mütənasib olmuş olur. Ərimə zamanı temperatur dəyişmir. Deməli, ərimə istiliyi qrafikin üfüqi hissələrinə əsasən müəyyən olunacaq. Bir qrafiki üçün istilik miqdarı bax 6-dan 10-a qədər, yəni 4 vahid qədərsə, 2 qrafiki üçün bu 4-dən 12-yə qədər, yəni 8 vahid qədərdir. Yəni görmək olur ki, 2 qrafikinin üfüqi hissəsi bir qrafikindən böyükdür. Deməli, istilik miqdarı böyüksə, xüsusi ərimə istiliyi də böyük olmuş olacaq. Lambda 2-nin lambda 1-dən böyük olduğu cavablar A və C-dir. İndi xüsusi istilik tutumuna baxsaq, Q bərabərdir Cm delta T düsturundan C olacaq Q bölünsün M delta T. Deməli, məsələnin şərtinə görə burada kütlə sabitdir. Burada qrafikin hansı hissəsinə baxaq? Bax, bu hissəsinə baxaq, qırmızıladığım hissələrə. Niyə bu hissəni götürək? Burada hər ikisi üçün istilik miqdarı eyni olmuş olacaq. Yəni, biz Q-nu hər ikisinə eyni götürə bilərik. Bu zaman artıq C və T bir-biri ilə tərs mütənasib olmuş olacaq. Məsələn, bir qrafiki üçün temperatur artımı qeyd edir. Təqribən olsun deyək ki, 12. Deməli, bir qrafik üçün temperatur artımı 2 vahid olmuş olacaq. Ancaq 2 deməli, qrafik üçün bu temperatur artımı 10-dan 18-ə 8 vahid olmuş olacaq. Yəni, ikinci qrafik üçün temperatur artımı daha böyük olduğu üçün xüsusi istilik tutumu daha kiçik olmuş olacaq. Yəni, A bəndi.